Selamlar Etek Yazı dinleyenleri ve izleyicileri. Bugün yanımızda değerli Türkolog ve Türk bilim uzmanı Tuğrul Atabey hocamız vardır ve onunla 21 Azər hakkında danışığımız olacaktı. Tuğrul Bey, çok teşekkür ederim bizim davetimizi kabul edip bu sohbete katıldığınız için ve birinci sualımla başlamak istedim. Pəhləvi döneminde Azərbaycan üstünde olan dil yasağı necə başladı? Ben de salamlayıram sizi ve değerli dinleyicileri. Aslında buradan başlayabiliriz. Qacar İmperiyasının quruluşu nə idi, nə şəkildəydi? Bildiyiniz kimi Qacar bir imparatorluq şəklindəydi, bir məmalik məhrusə şəklindəydi. Dəyişik məmləkətlərdən oluşurdu. Bunların ən başında Darüsəltənəsi olan Azərbaycan gəlirdi. Bu dönemde dilin çok değişik bir fonksiyonu, bir hamı milləti qapsayan bir işləvi fonksiyonu yox idi əslində. Bir bürokrasi vasitəsiydi. Rəsmi dildə hələ yox işlək değildi. O bürokrasi dilde çok dar bir sahədə işlənilirdi. Yəni çox dilli bir dönem yaşayırıq biz. Səfəvi döneminden Qacar zamanına qədər. Ölkədə raic olan əsas dillərin dışında ətrafdakı Çağataycı olsun, başka Türkçelerde ve dillerde de olsun çok dilli bir yapı görürük. Qacarın ortalarından itibaren əslində Azərbaycan Türkçəsindəki tədris məsələsi ortaya çıxır. İlk qramerlər bildiyiniz kimi ilk qrameri Mirzə Kazım bəy yazır. Bu Türkolojinin və eyni zamanda şərqşünaslığın atası sayıla bilər. 1839'da bir gramer hazırlayır. Sonra Mirzə Şəfi Vazih ilə Qreqoryevin hazırladığı 1852'de bir dərslik var. Bu hətta Təbrizdə basılır 1855'te. Daş baskısıyla bir süre bu istifade olunur. 1861'de Vəzirovun dərsliyi çıxır. Sonra daha çok yaygın olan o dönemin məktəblərində əslində Çernyayevskinin Vətən Dili adında kitabı ki sonra adını başka kitaplara da verir. Bu da Təbrizdə basılır ittifaqən. O dönemde çünkü burada güclü bir mətbəə var. 1882'de düşünün yani Nasrettin Şah zamanında. İkinci cildi de bunun sonra 1888'de Tiflis'te basılır. Sonra Təbrizdə çox məktəblərdə işlədilən Vətən Dili kitabı, yəni Rüşdiyyənin kitabı basılmış olur. Təbrizdə 1894'də yine Nasrettin Şah zamanında. Ardından da İstanbul'da Əfəndiyevin məşhur dərs kitabı hazırlanmış olur. Yani gördüğünüz kimi Qacar döneminde ciddi bir Türkçe təsiriyle ilgili, ümumi təsirle ilgili bir teşebbüs var. Bir tarafta bu mənzərə var. Bir taraftan da umumi təhsil hələ yeterince yaygınlaşmayıb. 1887'den itibaren aşağı yukarı Kuzeyde başlayır bu usulü cədid məktəbləri, yeni usul metodoloji ilə Türkçənin təhsili başlayır. Yani Qacarda əslində umumi təhsilin ilk qığılcıma Türkçə vurulur. Rüşdiyyə usulü cədid məktəbini 1889'da Təbrizdə qurur. Bu 89'da kurulan usulü cədid ilkokulunda, iptidai məktəbində Türkçənin yanında Farsça da oxudulur, Ərəbcə də oxudulur. Ne bileyim hesap, tarih kimi, coğrafya kimi yeni elmlər də oxudulur ve Türkçə ilk olarak fonetik əlifbaya göre tədris edilir. Burada Türkçe qiraət 100 saat, yazı ve sözlü Türkçe sərfi 100 saat vesaire bu şekilde müfredatı devam ediyor. Qacar yıxıldığında əslində qonşusu olan Osmanlı kimi biz belə bir şey gözləyirdik normalda. Eğer təbii bir halda Qacar İmparatorluğu çözülsəydi, Osmanlı İmperiyası kimi imparatorluqdan bir neçə modern ulus dövlətin ortaya çıxmasını gözləyirdik. Ama tam tərsi oldu Qacarda. Dış müdaxilələrlə mən buna İngilizlərin müdaxiləsinə bir növ əbəlik deyirəm. Yəni bir mamalıq adını qoymaq olar. Bunlar bir Sezaryanla bu Qacar İmparatorluğundan saxta bir dövlət ulus çıxarmağa çalıştılar. Təbii olarak buradan en az ulusun çıkması gerekir, devletlerin oluşturulması gerekir. Bunun tersi olduğu buradan ölü bir devlet ulus yarattılar. Yani Fars dili merkezinde olan bir modern İran yaratmaya çalıştırdılar. Neden Osmanlı'nın talihi kimi olmadı Qacar? Çünkü burada sadece aslında Türk etnosunun bir millete dönüşme
potansiyeli ve dinamikleri var idi 19. yüzyılın sonlarına doğru. Ve sosyolojik olarak da sadece Türkler aslında şehrileşmiş, siyasi medeni olarak gelişmişti. O bir etnikler daha o aşiret yapısında olduğu için aslında bu imparatorluk yanlış bir şekilde modern bir devlet ulusa dönüştü. Bakın millet devlete değil, bir devlet millet şeklini aldı. Dolayısıyla da milletlerin, Farsların dışındaki milletlerin ve etniklerin duslağı haline geldi. Bildiğiniz gibi Pehlevi döneminde tek dil, tek millet e, sloganıyla bu çok heterojen olan yapıya rağmen bir millet yaratmaya çalıştılar. Ve bunun sonucunda da ne oldu? Devletin gücü ve bürokrasinin zorlamasıyla iktidarın tek buyurgan yani müteferrin ve yukarıdan bakan dili Farsça seçildi. Üstelik bu dönemde klasik dönemden farklı olarak dile yeni bir işleyiş kazandırıldı. Yani devlet daha büyüdü. Dolayısıyla devletin bürokrasisinin dili haline geldi. Ve eski fonksiyondan farklı olarak değil, bu sefer yazı dili yeni fonksiyonlar kazanıldı. Çünkü milli tahsil meselesi ortaya çıktı. O zamana kadar okur yazar çok az iken, yani belki %5'in de altındayken bu dönemden itibaren milli tahsil sistemi kurulduğu için bu resmi dil olarak seçilen Farsça tabiatıyla eskiden çok daha ciddi problemlere yol açtı. Bunun karşısında tabii ilk mane Pehlevi ulus devleti için, devlet ulusu için diye en büyük etnik olan ve en büyük doğma dil olan Türkçeydi. Resmi iddiaya göre deyirlər ki, bu Moğollar tarafından getirilip bu dil daha sonra Türkleştiler ve buna benzer hukuk dışı ve sözde tarihi iddialarla Türkçenin meselesini burada çözmeye çalışırlar. Bu iddiaya aslında uzun süre özleri de inandılar. Necə ki, məsələn, elə firqə zamanında Qəvamla Muratovun görüşməsində də Qəvam bu cəfəng görüşü dilə gətirir. Sonuç ne oldu? Sonuç Qacar zamanında o derslikler hazırlanmışken Türkçe artık modern şekilde təhsilə qabil ikən bu Pehlevi döneminde hardasa bir kitap belə, ciddi bir kitap belə, bir nəşriyə belə yayınlanma imkanı tapmadı. Yer adları değiştirildi. Oradaki insanların, Azərbaycandakı Türk insanının soyu, kökü aşağılandı, qul sayıldı, gəlmə köylər orası sayıldı. Ve aynı zamanda da bu bölge sürekli devrimler bölgesi olduğu için bunlar bu, sosyal ve siyasi alandan tamamen dışlanmış oldu. Özellikle Meşrutiyet ve Azadistan hareketinden bu yana o istiklalçı məfkurələrin ve sosyal demokrat məfkurələrindən qorxduğu için Pehlevi sistemi tamamen aynı zamanda da siyasi erkin iktidarın dışına atılmış oldular ve buradaki xalqda gəlmə, qondarma ve yad sayıldığı dilleri de bir zamanlar bir lingua franca iken, yani bütün o yöredeki farklı etniklerin ortak dili iken bir mahalli dil şeklinde damgalandırıldı ve bu şekilde bir yerli lehçe kimi indirgenmiş oldu ve tamamen siyasetin, tahsil sisteminin ve idareciliğin dışına atılmış oldu. Pəhləvi dönəmi və bu danışdığımız məcburi assimilyasiyonçu siyasətin kontekstində Azərbaycan Milli Hökumətinin dil siyasəti sizcə nə anlam daşıyırdı və nə baxımdan önəmli idi? 1940'tan sonra yani birinci Pehlevi dönemi kapandıktan sonra Güney Azerbaycan'da tekrar bu dil meselesi aslında gündeme getirilir. İlkin Vətən Yolunda kimi, Azərbaycan Qəzeti kimi Türkçe nəşriyyələrlə gündeme getirilir ve firqə zamanında da aslında siyasetin ana maddesini oluşturur. Ana dilinde təhsil meselesi. Bildiğiniz gibi bu dönemde hem bir taraftan təhsil dili olur. Yani ana dilini təhsil meselesi değil, ana dilinde təhsil verilmeye başlayır. Bütün çağdaş elmlər 6 dərslik halında ibtidai məktəblərdə oxudulur. Bunun yanında bir də əkabirlərə Türkçe kitaplar hazırlanır. Təhsil dilinin içinde resmi dil haline gelir. İlk olarak bu coğrafyada Türkçe. Bu önemlidir. Yani modern devletçiliğin dili haline gelir. Bütün devlet erkanı Türkçəni resmi dil olarak mənimseyir. İlk olarak bu coğrafyada, tarih olarak bu şekilde bir sabiyesi yok idi. Edebi üslubun dışında dolayısıyla yani bu zamana kadar oluşmuş olan
yüzyıl süresinde modern edebi üslubun dışında aynı zamanda dilin akademik üslubu da gelişmiş olur. Medyatik dil yani basın yayın dili de, mətbuat dili de gelişmiş olur ve bürokratik dil təşəkkül eləmiş olur. Bu açıdan da əhəmiyyətlidir. Yəni modern dilin təşəkkülündə. Bu dönemde bütün müzakirələr olsun, sözlü olarak, bütün yazılı olarak muahideler olsun, anlaşmalar olsun. Bunlar da tamamen Türkçe'ye öncelik verilir. Daha sonra Farsçaya tercüme edilir ve görüşmelerde de aynı şekilde. Özellikle pişiverin öz görüşmeleri olsun. Önce Türkçe danışılır, sonra bir harici dil kimi bu Farsçaya mütercimler tarafından tercüme edilir. Günlük hayatta da təbiətiyle birinci vasitə irtibatat diline çevrilir. Bütün tablolarda, elanlarda, ərizələrdə, hər yerdə Türkçe işlerlik kazanır. Yani kısacasına bütün hayatın bütün alanlarında Türkçe işlerlik kazanmış olur. Hatta diyebiliriz ki Kuzey Azerbaycan'dan da daha üst bir, yüksek bir statü kazanmış olur. O dönemdeki Sovyet Azerbaycan'ına göre. Sosyolinguistik olarak çok önemli bir hadise yaşanır. Türkçe bu dönemde aslında haşiyenin dilidir. O madun təbəyyənin yani furudest olan təbəyyənin dilidir. O merkez tarafından dışlanmış olan periferi dediğimiz çevredeki, haşiyedeki insanların dilidir. Aynı şekilde iktisadi, siyasi olarak da bu topluluk furudest sayılır. Yani bir sessiz kütle haline sokulup Pehlevi döneminde bunların dilidir aslında. Yani sadece etnik bir dilden ibaret değildir. Ve bu sessiz bırakılan kütle 1910'lu illerden itibaren tamamen siyasi iktidarın qırağına itelenmiştir. Ve bu halkın dilidir aslında Türkçe. Bu işlerliği kazanmış olur. Yani aynı zamanda o sosyal demokrasi məfşurəsinin de dillenmiş olması demektir. Türkçe aslında o istibdadzədə olmuş Qacar döneminin sonundan itibaren Farsçanın aksine 1850'li illerden yani hatta biraz da geriye gidebiliriz. Axundzadənin vasitəsilə bir əqli, tənqidi ədəbiyyatın dili haline gelmiştir. Keza arkasından Əkinçi döneminde olsun, Əkinçi qəzeti döneminde olsun, ister ondan sonraki sosyal demokratların məfşurələrini ifade etmekte olsun və yaxud bütün Qacarı bir mənada alt üst eləyəcək olan Molla Nəsrəddin dergisinin dili olsun. Gördüğünüz gibi bir demokrasinin ve devrimin dili haline gelmiş olur Türkçe. Firqə aslında bilinçli bir şekilde bu dili seçmekle aynı zamanda bu məfşurələrə də xidmət eləmiş olur. Eyni şekilde de təbiətiyle firqənin bu dil meselesini gündemde tutması da millətləşmə halında olan başka etnik gruplara da bir örnek ve ülke oluşturmuş olur. Bazı insanlar milli hükümetin dilimizi Azerbaycan dili adlandırması için tenkit edirlər. O dönemde dilimiz belə adlandırılır mıydı ve sebebi neydi ve siz bu tenkitleri haklı görürsünüz mü hocam? Aslında o zamana kadar yerli halk tarafından oradaki dil Türkçe veya Türkiye adlandırılır. İlk təsnif meselesi, ayırt meselesi ve tefrik meselesi aslında təxminən Qızılbaş zamanından itibaren yani Səfəvilər zamanından itibaren başlayır. Çünkü o zaman 3 ana qolu var Türkçenin, yazılı Türkçenin. Osmanlı sahəsində Qızılbaşların təbiriyle Türkiye Rumi var. Qızılbaş coğrafyasında Türkiye Qızılbaşı dedikleri, sonra Azerbaycan Türkçesi adıyla daha çok tanınan ve Şərqdə de Çağatay Türkçesi. Osmanlı genelde özüne Lisan-ı Osmani dediği için diline, elə biz ta 20. yüzyılın başına kadar Türkçe dediğimizde doğrudan doğruya bizim lehçe anlaşılır. 20. yüzyılın başında yine Osmanlıcadan ayırt etmək için özellikle o dil anlayışları tartışılırken Molla Nəsrəddin Firuzat ekollar arasında Azerbaycan Türkçesi terimi de yaygınlık kazanır. Pişəvərin öz yazdıklarını da, ilk yazdıklarını da bilirsiniz. Bakı mətbuatında yazır 15 ilə yaxın. Tamamen Türkçe terminini işlədir. Hatta bir yazısında elə doğrudan doğruya ey Türk kadınları diye güzel de bir yazısı var. Firqə dönemine kadar aslında güneyde tamamen Türkçe işlənilir, Türkçe termini işlənilir ama iki sıkıntı çıkır bu dönemde. Birincisi 1923'ten sonra Türkiye Türkçesinin anayasasında Türkçe
elan olunur, rəsmi deyil. Və bu şəkildə o Türkçə əskidəki o türkik mənasını itirir, bəlli bir yörənin ləhcəsi kimi adlandırır. Bu birinci sıxıntını oluşturur adlandırmada. İkincisi də 1937-dən sonra, yəni o təsviyə dönəmində Stalin artıq Türkçə adını o coğrafiyadan qaldırır Azərbaycandan və Azərbaycan dili terminini yaygınlaşdırır. Bildiyiniz kimi firqə zamanında da, yəni milli hökumət zamanında da dilə bələd olanlar, hakim olanlar, bürokrat müşavirlər və yaxud o qəzetlərdəki redaktorlar, hətta radiodakı redaktorlar genəldə quzeydən gəlir. Dolayısıyla quzeydən gələn bu aydınlar oradakı terminolojiyanı gətirmiş olur bizim coğrafiyaya. Bununla bərabər bu, yəni rəsmi olaraq əslində ən yaygın olan termin Azərbaycan dilidir. Amma bununla yanaşı güneydən olanlar Türkçəni də tercih edirlər, Türk dilini də tercih edirlər. Məsələn, Şəbestlərindən çıxartdığı Azərbaycan qəzetində genəldə biz Türkçə olaraq qarşılaşırıq. Pişəvərin ilişki yazılarında yenə dediyim kimi Türkçədir. Bəzi dərxastlara baxdığımızda, ərizələrə baxdığımızda bildiyi dillər Türkçə yazır, forumlarda filan. Amma quzeylilərin terminolojisi daha yaygın olur orada və dolayısıyla Azərbaycan dili. Amma bunun yanında heç bir zaman mesela Azəri kəlməsini işlətmirlər. Buna çox ciddi bir həssasiyyətləri var. Azərbaycan dili deməkdən bu bəzilərinə görə bu bir politika ola bilər. Mənə görə bu sadəcə quzeydən gələnlərin təsiri kimi dəyərləndirməmiz lazım. Bir də buna diqqət eləmək lazım ki, burada adlandırma çox da əhəmiyyətli bir şey deyil. Əlbəttə dilin doğru adlandırılması çox əhəmiyyətlidir, amma bu dilin o zamanki quruluşunu, necəliyini və ya qazandığı statüsü kölgədə buraxmamalıdır. Necə ki, zaten bizim genel toplumumuzda da bu adlandırma sorunu 1980-90'lı illərdən sonra o həssasiyyət başlayır. 80-90'lı illərə qədər hətta bizim öndə gedən aydınlar belə maalesef Azəri kimi belə çox məğrut və heç rəbti olmayan bir adlandırmanı da işlədirlər. Tuğrul Hocam, sizce niye ana dili milli hükümetin kırmızı çizgisi oldu? Azərbaycan Demokrat Firqəsi əslində özünü tam olaraq milli demokratik bir hərəkət olaraq adlandırır. Yəni həm milli prinsipləri var, bir sinifsal mücadilə deyil, bir təbəqatı mücadilə deyil, milli bir mücadilə olduğunu irəli sürür. Eyni zamanda da bunun yanında demokrasidən də ödün vermir, tavan vermir. Yəni mərkəzdəki kimi bir şovenist hərəkətə də yol vermək istəmir. Bu bəyannamələrində, bəyaniyələrində sürətli təkrarlanan bir ideadır, ülküdür. Mahiyyət etibarilə sömürgə qarşısı bir ciddi istimari bir hərəkətdir. Bunu dəfələrlə dilə gətirirlər. Yəni həm imperiya düzəninə qarşı çıxırlar, əskidən olan, həm də çağdaşları olan o şovenist diktatorluğa, yəni Pəhləvi hökumətinin düzəninə qarşı çıxırlar. Pişəvəri necə ki, məsələn, məşhur bir sözü var. 1947-yə qədər Hindistanın əsarətində qalan, İngiltərənin əsarətində qalan Hindistana da işarət edərək deyir ki, Azərbaycan Tehran ilə bir yerdə əsir Hindistan olmaqdansa özü üçün azad İrləndə olmağı tərcih verir. Yəni buradan tamamen bir ciddi istimari duruşları olduğu da net bir şəkildə ortaya çıxır. Yəni buradakı hərəkət əslində Pəhləvi zamanındakı o baskılara qarşı etnik bir huzursuzluq, dinsizlik və ya bir əksüləməli təpkisəl hərəkət deyil. Burada tamamen bilinçli bir axım olduğunu görürük. O da nədir? Bir millətin inşasıdır əslində. Yəni Qacar dönəmindən sonra təbii bir doğum olsaydı, əgər ortaya çıxması gerəkən Azərbaycan Türk millət dövlətinin gecikmiş bir şəkildə ortaya çıxarılmasına çalışır bunlar. Necə ki, Pişəvər özü də dəfələrlə deyir ki, mərkəzdəki sözdə demokratlar belə bizdə iki məsələyə sürəkli ira tuturlar. Bunların birincisi dil məsələsidir, yəni Türkçənin rəsmiyyət qazandırılmasıdır. İkincisi də bizim milliyyətimizi dilə gətirməyimizi, yəni milli kimlik məsələsinə qarşı çıxırlar. Bu ikisi olmazsa biz sizin o milli deyil, demokratik olan yönünüzlə barışarıq deyə ifadə etdiklərini dilə gətirir və bunu eleştirir ciddi bir şəkildə. Zaten Pişəvəri 1940'lı illərdən etibarən, yəni o illerin Pişəvərisi tamamen milli bir hərəkət yaratmaq niyyətindədir. Necə ki, sürətli də millilik vurğusu var bunların ədəbiyyatında. Milli hökumət olsun, milli dil,
milli qoşun, milli məclis, milli varlıq, milli şuur sürəkli dillərinə təkiyi kəlam olan sözlərdir bunlar. Dolayısıyla dilə baxışları tamamen milli dil perspektivindədir. Yəni o zamana qədər mərkəzin bayaq da dediyimiz kimi o dilimizi məhəlli ləhcəyə indirgeməsinə qarşı bir milli dil anlayışları vardır. Hədəf də nədir? Kütlənin ortaq kimlik kodu bu dildir. Bunu yaxalamış olur. Dolayısıyla bu dildə eyni zamanda istibdasada bir dil değil, otoriter və faşist sistemə qarşı və farslıqla özdeşləşmiş olan o İranlıq kimliyinə qarşı bir fərqindəlik duyğusu yaradır toplumda. Bir ortaq bilinç yaradır. Dolayısıyla parmaklarını qoyurlar bu dil məsələsinin üstünə və digər tərəfdən də bir sosyolojik ayrımın da fərqindədir Pişəvəri, özellikle o həbsdə yatdığı illərdə. Bunun fərqinə varır, çünki bu coğrafya bir demokrasinin inşasına müsait bir coğrafyadır. 50 il en azından bir sosyal demokratik mücadele tarihi vardır. Dolayısıyla bu coğrafyanı seçtiği için ve orada da bir milletin inşası için bu dil meselesi üzerinde çok ciddiyetle dururlar ve bunu da her hansı popüler bir hedefle de eləmirlər. Stratejik bir kırmızı nöqtə kimi sonuna qədər devam edirlər dilin üzərində durmağa. Pişəvərinin və milli hökumətin dil və kimlik siyasətinin bugünkü, indiki Azərbaycan milli hərəkətindəki effekti və izləri nələrdir? Yani aslında ikinci Pəhləvi döneminin biz daha da katı bir asimilasyon politikasını göz önünde bulundursak, eğer sadece oradan firqə dönemini biz həsf etsək, büyük ihtimalle bugün Azərbaycan toplumu çok könüllü bir şekilde hatta asimilasyon politikasına məğlub ola bilərdi. O bir illik dönem ne kadar kısa da gelse bize aslında asimilasyona karşı bir dayanak oluşturur. Bu dönemde hem dil tamamen oturuşmuş olur hem de çok sayıda o dönemden bize eser bırakmış olan ve sonraki dönemde de gençliklerini aslında firqə döneminde yaşamış olan yazıcıların yetişmesine vesile olur. İster güneyde kalanlar, ister Kuzeye mühacirət eləmiş olanlar ve bunlar o dilin yazılı şəklinin devam ettirilməsində böyük görevler üstlenirlər. Halk arasında bu dil psikolojisi olarak bir zamanlar belki mesela siz de şahit olabilirsiniz 90'lara kadar ülkenin yazıldığına dair böyle insanlarda şüphe yaranırdı. Oysa ki bu dönemde bir milli güvencin, bir milli özgüvenin geldiğini insanlara görürük. Yani Türkiye'nin bir dövlət dili qatında belə işlədilmiş olması insanlarda bir dilə qarşı, öz dilinə, yerli dilinə qarşı bir inanc və güvənc yaratmış olur. Üstəlik də bu dönemin yaşanması insanlara bir milli özgüvende kazandırmış oldu. Yani özünü layıkınca yönetme kabiliyetine sahiptir, bir toplumsal özgüvenin de ortaya çıkmasına sebebiyet verdi ve diğer taraftan da tabiatıyla yazı dili oturdulmuş oldu ve o çizgi devam elədi. Bu açıdan bir dönüm nöqtəsi, yani nöqtə-i ətf sayılır. Tarixdə hiçbir zaman sabıqəsi olmayan ve bu tarihi yaşanmışlık da bize bugünün ötesine keçməyə və bir adım daha irəli getməyə əslində imkan yarattı. Əslində Azərbaycan toplumu üçün, güneydəki xalq üçün bir anlamda bu bir illik dönem bir Rönesans dönemi kimi veya bir aydınlanma dönemi, bir çağı kimi əslində düşünülə bilər. Onsuz böyük ihtimalla milli kimliyimiz ya yok olup giderdi ya da halkta o özgüven olmazdı kimliğe. Dolayısıyla aslında bu bir illik dilin rəsmiləşməsi bir psikolojik baraj kimi, bir sədd kimi mərkəzin o asimilasyon axınının qarşısında bir dayanaq oluşturdu. Bu açıdan oldukça əhəmiyyətlidir.